Bəzən insanlıq tarixində elə sirlər var ki, min illər keçsə də cavab tapılmır. Bütün sivilizasiyaları, dinləri və alimləri birləşdirən bir sir. Əhd sandığı. Tanrı ilə insanlar arasında bağ sayılan müqəddəs bir əmanət. Bəziləri deyir bu sadəcə əfsanədir. Bəziləri isə and içir ki, o sandıq hələ də haradasa gizlidir. Amma bir sual var. Əgər o sandıq doğrudan da varsa, onun içində nə gizlənir? Bugün bu videoda tarix, din və elmin kəsişdiyi o sirli qapını birlikdə açacağıq. Bura Yasin Orucov kanalındasan. Hazırsansa başlayırıq. Əhd sandığı haqqında ilk məlumatlar Tövratda keçir. Musa Peyğəmbərə Sina dağında Tanrı tərəfindən verilən lövhələr, yəni 10 əmr, məhz o sandığın içində qorunurdu. Tövrat deyir ki, sandıq akasiya ağacından düzəldilmiş